Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında qanunda edilən dəyişikliklər artıq təsdiq edilib. Yeniliklərdən xəbəri olmayan əmlak sahibləri çıxarışla bağlı bir çox maneələrlə üzləşirlər. Hazırda paytaxt və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi yaşayış və torpaq sahibləri var. Bəs onlar çıxarışlarını necə əldə edə bilərlər? Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Today Press TV-yə danışıb. O bildirib ki, bələdiyyə torpağını əldə edən vətəndaş əmlakı ilə bağlı müraciət etməyibsə, sənədləri ilə bağlı problem yarana bilər. Daşınmaz əmlakların mütəmadi olaraq yenilənməsi, sənədləşməsi ilə bağlı müəyyən qanunların dəyişilməsi, ölkə başçısının fərmanına dəyişiklik etməsi və digər tapşırıqların izləyirik ki, bu da əmlak bazarında canlanmanın yaranmasına, həmçinin əmlak sahiblərinin mülkiyyətlərində olan əmlakların mülkiyyət hüququna keçirilməsi üçün nəzərdə tutulub. Baxsaq, fərmanlarda bir çox hallarda yaxın gələcəyə baxsaq, 2023-cü ildə çıxarışsız qeyri-yaşayış obyektlərinin çıxarışla təmin olunması ilə bağlı dəyişiklik oldu ki, dəyişiklik səbəbindən bu tip əmlakların ilkin sənədlərini Fövqəladə Hallar Nazirliyinin tikində təhlükəsizlik agentliyinə həvalə olundu və 50 mindən artıq qeyri-yaşayış obyektinin çıxarışla təmin olunması ilə bağlı əmlak sahibləri həmin quruma müraciət etdilər. Artıq bu ilin sonuna bu layihə bitmək üzrədir. Layihənin müddəti 2 il ərzində idi ki, 2 il ərzində 50 mindən artıq əmlak sahibi öz qeyri-yaşayış obyektlərinin çıxarışlarını alması üçün həmin quruma müraciət etdilər. Digər tərəfdən isə hal-hazırda ölkə ərazisində, xüsusən paytaxt Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi yaşayış evləri və torpaq sahələri var ki, onlara çıxarışların verilə bilməməsinin müxtəlif səbəblər var və əsas səbəblər də onların torpaqların təyinatlarının digər təyinatlı torpaqlar olmasıdır. Yəni, zamanında bu torpaqlar hər hansısa bir quruma məxsus idi. Daha çox bu torpaqlar əkin-biçin üçün yararlı olduğuna görə kənd təsərrüfatı təyinatlı idi. Lakin daha sonra 90-cı illərdən başlayaraq artıq Sovetlər İttifaqının dağılması səbəbindən ölkənin bir çox ərazilərində iş yerlərinin bağlanması, kolxoz və savxozların ləğv olunması səbəbindən insanlar böyük şəhərlərə, xüsusən paytaxt Bakı kimi böyük şəhəri üst tutdular. Daha sonra 1-ci Qarabağ müharibəsi səbəbindən 100 minlərlə məcburi köçkünlərin paytaxt ərazisini üst tutması bu tip torpaq sahələrində yeni yaşayış massivlərinin salınması ilə nəticələndi. Həmin ərazilərdə yaşayan sakinlərin demək olar ki, həmin mənzillərə dair bir çox sənədləri olsa da, yəni Bağlar İdarəsi, kolxoz və savxozların vətəndaşlara ayırdığı pay torpaqlar digər tərəfdən bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələri ilə bağlı qərar və sərəncamlar olsa da, həmin torpaqların təyinatlarının dəyişilməməsi səbəbindən bugünə qədər 100 minlərlə çıxarışsız əmlaklar mövcuddur ki, onların da çıxarışla təmin olunması üçün hansısa formada əmlak amnistiyasının olunması arzu olunandır ki, gələcəkdə əgər əmlak amnistiyası tətbiq olunarsa, bu tip torpaqlar üzərində inşa olunmuş fərdi yaşayış evləri çıxarışla təmin oluna bilər. Ekspert onu da qeyd edir ki, vətəndaş əgər bir əmlakda 30 ildən artıq yaşayır və istifadə edirsə, bu illər ərzində həmin əmlakla bağlı iddia edən tərəf olmadıqda məhkəmə qaydası ilə çıxarışlar alması da mümkündür. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə 2025-ci ildə fərmanda imzalayıb. Vüsalə Nəciyeva, Today Press TV.